Bax, Azərbaycan fəxridir də. Bax, Elmin qardaşımız gəlir. Dəmirəyən deyəcək. O nə? Pəhlivanımızdır. Sən mən deyim ki... Amma bu boyda oğlan olmağına baxmayın, kimin qorxusundan gəlib öz deyəcək. Gəl deyib, buradan al ver ələ. Sən də məndən gəlmişəm, Real qardaşımı al ver ələ. Deyim pəhlivanlar gəlsin. Bəli. Gəlməsə onlardan küsər. Allah sizə dəyməsin. Ürəyim sağ ol. Allah sağ olasın. Belə Pəhlivanımızın qardaşlar. biri də orada. Bəli. İsmail qardaş da göstər. Yelegandan sizə görə gəlmiş. Qardaşlarımız gəlir. Bax, görürsünüz necə gəlib dəyər verirlər. Bax, indi Rafael Ağayev söz verib, bu həftə ərzində inşallah o gələcək. Ondan sonra bax, bütün Azərbaycan fəxrləri, insanların cəmiyyətə yararlı, düzgün örnek olan insanlar bizi də seçirlər. Gəlirlər bizdən, bu bəlkə də bax Elmindir, nə bilim Rafael kimi qardaşımızdır. Belə şeylər, ucuz şeylər geyinməzlər. Sadəcə o gəlir ki, bizim könlümüzü xoş eləsin burada. Vallahi deyirəm, yəni bax biləm ona görə gəlirəm. Mən bir şey deyim, mən həmişə pahalı paltarlar geyinirəm. Onun hamısı var burada vallahi. Boş fotoğraf. Gəlmən lazımdır, həqiqətən Allah də. canınızı sağ eləsin. Daha biz ünvanımızı salacaq bura, Royal qardaşımın yanına. Gəlin bax 20 yanvarda, Sumqayıtda 28-də filiallarımız var. Bütün hamı gəlsin, hamının da qulluğundayım. Bizə lazım bax belə kişilər. Çünki mən baxıram internetdə, TikTokda düzgün örnek onlar. Biri lağ eləyər ki, ay nə deyə armatur eləsin. Qardaş, qoy sənin uşağın körpün görür ki, bu adam düzgün işləmir. Qoy ona baxsın. Kişilər var, bəzilər var, arvad paltar giyinir. Ona baxmaq lazımdır. Biz düzgün işləyik. Bəli. O buna Bax, bu da qurban. İsmail qardaşımız. Buna qurban olmaz. Sağ ol. Real kurgun dəyişir ki, mənunudur. Yox, İsmail'lə kəyinə. Sağ olun, var olun. Sağ ol.